və onlara deyiləndə yer üzündə pozğunluq yaymayın. Dedilər, biz yalnız düzəldənlərik. Əslində pozanlar elə onlardır, lakin anlamazlar. Onlara deyiləndə inanın insanlar kimi, dedilər, ağılsızlar kimi inanaqmı? Əsl ağılsızlar özləridir, lakin bilməzlər. İnanmışlara rast gəldikdə deyirlər, inandıq və şeytanlaşmış dostlarına çəkiləndə deyirlər, biz sizinləyik, sadəcə məsxərə edirik. Allah da onları məsxərəyə alır və azğınlıqları içində sərbəst buraxır. Çaşqın halda gəzərlər. Bunlar yönlənməni verib azmanı almışlar. Onların ticarəti qazanc gətirmədi və doğru yolda olmadılar. Onların bənzəri od yandıran kimidir. Ətrafını işıqlandıranda Allah onların nurunu çəkib aldı və onları qaranlıqlarda buraxdı. Görməz oldular. Karlar lal kor dönməzlər. Yaxud göydən enən yağışlı bir bulud kimi içində qaranlıq, gürültü və şimşək, barmaqlarını qulaqlarına tıxayarlar, yıldırımdan qorxaraq, ölümdən çəkinərək, Allah isə öldənləri əhatə etmişdir. Şimşək az qala gözlərini alır, hər nə zaman işıqlandırsa, gedişə başlarlar, qaranlıq çökəndə dayanarlar. Əgər Allah istəsəydi, eşitmə və görmələrini də alardı. Allah hər şeyə gücü yetəndir.